Müasir dövrdə bir çox insanlar uzunömürlülük ideyasına qapılaraq, hətta 1000 il yaşamaq arzusu ilə müxtəlif texnoloji və tibbi üsullara müraciət etməyi arzulayırlar. Hətta bədənin zəifləyib sıradan çıxmış orqanlarını süni və ya bioloji alternativlərlə dəyişdirmək konsepsiyası artıq elmi müzakirələrin mövzusudur. Bəs Quran bu barədə nə deyir? Ən-Nəhl 70. Sizlərdən bəziləri vaxtı ilə bildiyi şeyləri unutsun deyə ömrünün ən rəzil çağına çatdırılacaq. Həcc 5. Sizdən kimisi yetkinlik yaşına çatmamış vəfat edir. Kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, vaxtı ilə bildiyi şeyləri unutsun. Bu ayələr insan ömrünün labüd mərhələlərini göstərərək, onun nə qədər məhdud və idarə olunmaz olduğunu vurğulayır. Göründüyü kimi, Quranın işarə etdiyi insan həyatının ən çətin mərhələsi orqanların sıradan çıxması deyil, beynin və yaddaşın zəifləməsidir. Ayələrdə bildirildiyi kimi, bəziləri bildiyi şeyləri unutsun halına qaytarılır. Bu isə göstərir ki, insan bədəninin bütün üzvləri texnoloji müdaxilə ilə bərpa olunsa belə, yaddaşın, şüurun və mənəvi kimliyin tam şəkildə qorunması mümkün deyil. Başqa sözlə, insan ömrünü süni şəkildə uzatmaq arzusu, onun varlığının əsasını təşkil edən idrak və yaddaşın zəifləməsi reallığı qarşısında məhdud qalır. Beləliklə, Quranın bu ayələri həm bioloji, həm də fəlsəfi baxımdan göstərir ki, insanın ömrü və şüuru üzərində tam hakimiyyət iddiası əsassızdır. Texnologiya müəyyən orqanları dəyişə bilsə də, insanın təməl varlığı olan yaddaş və şüur Allahın qoyduğu qanuna uyğunluqlar çərçivəsində məhdudiyyətə tabedir.